Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının gəncləri erməni quldurları tərəfindən törədilmiş Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar flashmob aksiyası keçirib. Gənclər aksiya əllərində Azərbaycan Respublikasının Dövlət və Yeni Azərbaycan Partiyasının bayraqları, Xocalıya ədalət plakatları, həmçinin üzərinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoların vurulduğu geyimlərlə qatılıblar. Fevralın 25-də baş tutan aksiyada gənclərin əvvəlcə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə təmirdən sonra açılışı olmuş Heydər Əliyev Park Bulvar istiqamətində yürüyüş olub. Flashmobun əsas hissəsinin keçirilməsinin planlaşdırıldığı məkana çatdıqdan sonra gənclər Xocalı formasında düzülərək Xocalı soyqırımı zamanı həlak olmuş insanların xatirəsini ehtiram əlamatı olaraq bir dəqiqəlik sükutla onları yad ediblər. Daha sonra üzərində Xocalı soyqırımının dəhşətlərini əks etdirən şəkillərin və məlumatların yer aldığı hava məşəlləri yandırılaraq havaya buraxılıb. Xocalı soyqırımıyla bağlı Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri bir sıra müxtəlif tədbirlər keçirdi. Bu tədbirlərin sırasında internet aksiya oldu. Biz həmən aksiyada Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün beynəlxalq təşkilatların, dövlətlərin, eyni zamanda kütləvi informasiya vasitələrinin ünvanına müxtəlif məlumatları əks etdirən materiallar göndərdik və təbii ki, tədbirimizdən biri də bu Xocalı soyqırımının 21-ci il dönümü ilə bağlı dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün flashmob aksiyası keçirdik. Bununla da məqsədi bir daha Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işinə töhfə vermək olan flashmob aksiyası başa çatıb. Qeyd edək ki, 21 il əvvəl 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. Bəşəriyyətin ən böyük faciələrindən birini Xocalı soyqırımını törədiblər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri yerlə yeksan edilib, din sakinlərə amansızcasına divan tutulub. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib. Soyqırımı nəticəsində bir neçə ailə bütünlüklə qətlə yetirilib, 1275 nəfər girov götürülüb, yüzlərlə din sakin əlil olub. Girov götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyildir. Ceyhun Eyübov, Orxan Azadə, Səs TV.